Bərdə Dövlət Peşə Təhsil Mərkəzindən OBA marketlə bağlı açıqlama. Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Samir Nəcəfov, mərkəzin bufetində OBA marketin açılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. O, məsələ ilə əlaqədar redaksiyamıza rəsmi məktub ünvanlayaraq vəziyyətə aydınlıq gətirib. Məktubda qeyd olunur ki, sizin internet televiziyasının efirindən və sosial media platformalarında Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin ərazisində fəaliyyət göstərən OBA MMC ilə bağlı paylaşdığınız video müraciətlə bağlı bildirmək istəyirik ki, qeyd edilən müəssisənin mərkəz ərazisində fəaliyyəti tam olaraq qanuna uyğundur. Bununla bağlı olaraq rəsmi olaraq aidiyyəti qurumların rəy və razılıqları verilmişdir. Müəssisənin mərkəz ərazisində fəaliyyəti müəssisə birgə istifadə qaydalarına uyğun olaraq mərkəzdə ərzaq və qeyri-ərzaq qruplarında təhsil alan tələbələrin istehsalat təcrübələrinin daha effektivliyini və gələcəkdə təhsillərinin həmin müəssisədə işlə təmin olunmasını təşkil etməkdədir. Digər tərəfdən mərkəzin yerləşdiyi ünvan Bərdə-Ağdam yolunun əsas hərəkət hissəsində olduğundan və həmin yolda avtomobillərin hərəkət sıxlığını nəzərə alaraq tələbə, pedaqoji heyətin və işçi heyətinə iaşə xidmətinin daha təhlükəsiz olması baxımından daha münasib hesab edilmişdir. Video müraciətdə qeyd edilən digər məsələ ərzaqların saxlanılması və xidmət keyfiyyəti təşkilati qaydalara uyğun olaraq aparılır və dövlətin əlaqədar qurumları tərəfindən tam nəzarət olunur.